Kazım Ziya Cəfəroğlu Azərbaycan teatr və kino aktyoru, pedaqoq, tərcüməsi, Azərbaycan SSR Xalq artisti, Stalin mükafatı laureatı Kazım Ziya Cəfəroğlu Kazımzadə haqqında danışacağıq. Yəni abunə olmayı unutmayın. Kazım Ziya 21 mart 1896-cı ildə Azərbaycanın Ordubad rayonundakı Yuxarı Əylis kəndində doğulub. Yeniyetmə yaşlarında ərəb və fars dillərini mükəmməl öyrənib, sonralar rus və fransız dillərini də mənimsəyib. 1911-ci ildə əmisi Hüseynin ailəsi ilə Bakıya köçüb. O, 1912-ci ilin payızında burada İttihad İran Gimnaziyasına daxil olub. Bir il sonra məktəbdə ədəbiyyat dərnəyi yaradıb. 1914-cü ildə Hüseyn Ərəblinski başda olmaqla fədailəri İttihad məktəbində şagirdlərin xeyrinə Əbdürrəhim bəy Haqverdiyevin Bəxtsiz Cavan faciəsinin tamaşasını göstəriblər. Bununla da Kazım Ziyanın taleyinin sənət seçimi qətiləşib. Həmin vaxtdan müxtəlif teatr dəstələrində çıxış edib. Kazım Ziya Milli Dram Teatr tamaşalarında fəal iştirak etsə də, truppanın ştatına 1922-ci ildə götürülüb. Arada bir Naxçıvana gedib. Orada Dövlət Teatrının formalaşmasında ciddi çalışan Kazım Ziya 1925-ci ildə yenidən Bakıya qayıdaraq Bakı Türk İşçi və Kəndli Teatrının truppasına daxil olub. Bakı Türk İşçi Teatrı 1933-cü ildə Gəncəyə köçəndə Kazım Ziya da doğma kollektivindən ayrılmayıb. 1936-cı ildən 38-ci ilədək